Görmür. Hə, tozlu yoxdur da burada, bilmir. Hər nəysə. Yazacaqlar tozlular burada. H hərfinə o dağ tərəfdə bir kənd var. Orada bir cadugar var. Gələndə belli. Sənin günün deyil bu gün. Kamera çəkir axı. Sonra da Uçaskovya deyir, davay bunun tetiqasını öyrən. Uçaskov da hansı rayondan da, hardan da, qonşu rayondan da olsa irtibata keçir, əlində daxıb. Vəsə. Deyir ki, bunun dədəsi, bu anası, bu əlir, bu xəstə, bu belə, bu elə və salam. İbrahim Hacılı, hə, İbrahim Hacılı. Hamınızın pis günə qoyacağım göt verənlər. Özünüzə ölkə tapın, ha. Azərbaycana gələndə, mən də İlham Əliyevəmə. Elə dualar, cadular eləmişsiniz İlham Əliyevə. Leylası, o birisi göt gününə qalıbdır. Görürsünüz, mah işlə təsir eləmir. Mehriban Əliyeva dünyanın olmayan cadularını mənim üzərində sınaqda keçirmədi. Heç qozuma da döyül dünya, qozuma da döyül dünya. Arzu, Mehriban, Leyla, qozuma da döyül dünya. Bəstirinə qutarın bu milləti soyub soğana keçirmişsiniz. Köpək uşağı, çöpçü bir yandan yolur. Yolur çöpçü bir yandan. Baxıcılar, cadugarlar bir yandan yolur. Polis bir yandan yolur. İcra başçısı bir yandan yolur. Bəzi sürtük qızlarla götünün, döşünün qırağını göstərərək yollarda bir yandan yolur. Sonra da deyirlər, bu niyə kişi olmadı? Bu niyə ev eşik yiyəsi olmadı? Məsələn, qutarı getdi. Mən İlham Əliyevəmə bir kətdə 46 dənə cadugar olsun. Xalqı eninə boluna soysun. Götünü dağıdacam. Onlar hamısı polisə patent verirlər. Hamısı polisə patent verirlər. Hamısı gücün var, gücünü qoy ortaya. Komissiyanın qabağında gücünü qoy ortaya. Və sana, bacarığın varsa get yaşa. Şəkidə biri var, o neydi o? Şəkidə biri var, Şəki. Arvacıya dua çıxardır. Qardaşı da yapın sədri daha Şəkidə. Neydi onun adı? Şəkidəkilər yazın onun adını. Yazın onun adına Şəkidəkilər. Şəkidən baxan var mı? Bütün regionalladı ve o. Şəkidə. Çopak kızının balası, öldürürdüm onu mən. Ona göre deyirəm. Bu ölkəni düzəltmək üçün. Bu ölkəni düzəltmək üçün. Bu ölkəni düzəltmək üçün. Bir göt verən, bir göt verənə borc verməməlidir. Və mən gələndə deyəcəm, ha, ölkənin başına gələndə. Bir göt verən, bir göt verənə borc verməməlidir. Bir göt verən, bir göt verənə faiz verməməlidir. Ermənistanda faiz var, hə. Kişdillah ananızın, başınızın, mənə inanmayanlar deyir, ama qəhbələr, dində, imanda, Quranda yazılıb ki, hani Quran girsin sizin gözünüzə, yazılıb ki, orada faiz verən ilə bil anasıyla zinaya girən oğuldur. Siz, görün Ermənistanda faiz var mı? Görün Gürcüstanda faiz var mı? Baxın Almanya'da faiz var mı? Kaşqaldaqlar. Bu, Almanya'da kimsə pulu qutarda, acaba mənim pulum qutardı pis vəziyyətdəyəm. Nə eləməliyəm? İndi arada sırada olur da insandır, evləndirilən nəsə də olur. Devlətə müraciət eləməlidir, sosiala müraciət eləməlidir. Sosial lazımı pulu ötürməlidir və hissə gələcəkdə onun pulundan tutmalıdır. Və salam. Nətəri? Erməni, Xristiyan, Gürcüstan, onlar faiz vermirlər, çöpçüyə getmirlər. Erməni çöpçüyə gedir, kaşqaldaqlar. Gürcü çöpçüyə gedir, erməni cadugar yanına gedir. Nə yaman gicdallaksınız siz? Hər yerdə nəzir qutuları nəzir verirlər. Göt yığını göt. Niyə hər yerdə nəzir verirsən? Bir dənə magazin, Almanya'dakı magazinlərin qırağında belə Xristiyan və müsəlman necə deyərlər, ait belə böyük mağazalarda qoyulur qutu, onların xırda qəpiklər var, 1 qəpik, 2 qəpik, 3 qəpik, orada tulluyla su gedirlər Xristiyan kilsəsinə və ya məscidinə, su qutardı. Almanya'da elə bir şəhər yoxdur əlində ki, kitab belə siyah gəzməsinə, nə öyle, bazarların yanında, məscidimizə Allahın evinin tikintisinə kömək elə. Eylə Allahın evi olar,
Allahın evi dağılsın elə. Elə Allahın evi olar, sən dilənə məscid tikəcəksən, göt verən yerinə göt verən. Əvvəllər məscid necə tikilərdi? Evdə, obada, şəhərdə, Almaniyada, Türkiyədə. Sabrazim elədilər 5-6 kənd, 1-2 kənd, bir rayon şaqqıldalıb tikirdilər məscidi bərdən o yana. Səsi küylə çıxmırdı. İndi illərlə dilənirlər, sümsünürlər bir məscid tikmək üçün. Lazımdır o məsciddə. Məscid tikməkdənsə gedin insanlara yardım eləyin. Türkiyədə 100 minə yaxın məscid var. 100 minə yaxın. Ən ucuzu 100 minlərlə dollar qiymət var, ən ucuzunun. Ən bahalısının da neçə 10 milyon, 20 milyon. Yarım milyard. O boyda pulları kasıblara versəniz kasıb qalardı ölkədə. Türkiyədə kasıb qalardı o camilərin pulu. Axundlar, hamısı axundlar, polisin tülküləridir, oğreşləridir. Məni kimi bir adama götünə barmaq eləmədiyim tülkü qalmayıbdır buradan. Məni kimi bir adam. Bilirəm ki, hər yerindən ölkənin xəbərim var. Bilirəm ki, Azərbaycanda, hal-hazırda, Azərbaycanda heç bir çöpçü, heç bir cadugar düzəməlli iş görmür. Hamısı xalqı aldadır. Aldadır. Birinci bunları məhv eləmək lazımdır. İnsanların gözü çöpçülərdən, baxıcılardan yığışsın. İnsanların gözü faiz verənlərdən, borç verənlərdən, Urusetdə işləyib bayışını qayırmağa görə pul göndərənlərdən yığışsın. İnsan özünə güvənsin, bir də devlətinə güvənsin. İnsan özünə güvənsin, bir də devlətinə güvənsin. Qutarı getdi. Mən burada kimə güvənirəm? Bax, kimsəsiz adamam. Almaniyada heç kimim yoxdur, kimsəsizsən. Bir dənə oğraş anamın xalası oğullar, milyonçudur. Heç əlaqəm yoxdur. Təzə gələndə getdim yanına, sürtüyüm bir sürtüyüm, fızqırt. Xəlildir, Cəlildir, Cəmildir, nə poxdur. Mənim heç kimim yoxdur bu Almaniyada. Göydə Allah, yerdə Alman devləti. Bir də məni izləyən dünyanın dörd bir tərəfindən məzlumlar, məzlum deyəndə qabiliyyata düşür. Nədə? Devlətə güvənmək lazımdır, devlətə. Devlətə. Və salam. Qutardı getdi. Ən azından bilirsən ki, pulun olmadı, eləmi? Pulun olmadı. Ən azından gedib gecə səhərə, gecə 2 saat, 3 saat, hansısa Stalovanın, hansısa dönərxanaların, hansısa deyək ki, kuxnaları yığışdıracaqsan, yığacaqsan, yuyacaqsan, ac qalmayacaqsan. Maaşını, nə pulunu verəcəklər. Və salam. Qutardı getdi, dostlar. Dedim mən sizə, hamı ağır vəziyyətdədir. Hamı pis vəziyyətdədir. İnanın Allah hapsat, reislər, icra başçıları, prokurorlar, polislər, düzdür, villa tikib, maşın malıqlar bahalı, bir-iki məşuqəsi var. Amma həmənki devir yoxdur. Həmənki devir getdi. İlham eləyib hamısının götünü elə qayırıb ki, hamısı borcun xərcin içindədir. Hamısı generallara qədər borcun xərcin içindədir. İlham eləyib hamını götdən qayırıb. Vəssalam.